Salam dostlar, hər birinizə salam. Bildiyiniz kimi indi YouTube nə vaxtdan video yükləmədim. Əslində hər gün yükləməyə fikrim var idi. Sadəcə gördüm videolar yəni getmir. 20 dəqiqəlik, yarım saatlıq əziyyət çəkib video atıram. Nə qədər 15-20 görüntülənmə, yəni bu da yəni həqiqətən böyük bir vaxt itkisidir mənə. Yəni videoya dəstək gəlmirdi deyə. Yəni amma dedim ki, yəni TikTokda biraz platformada biraz irəlilədim. Yəni hardasa 2-3 günə, hardasa nə qədər 120 takipçi, 4000-dən, 3000-dən çox like aldım. Dedim elə qonda, elə hazır YouTube platformasında da irəliləyim biraz. Yəni indi məndə tam planşet, sus olmasa belə tək bir dənə telefonla da nəsə yola verməyə çalışacağam da birtəhər. Deməli, bildiyiniz kimi 9-cu siniflərin buraxılışına az qalıb. Mən də sizə harda kömək eləyirəm? Riyaziyyat hissəsində. Baxın. Mənim əlimdə qayda kitabı yoxdur, ekranı yansıtıb göstərərdim də araları oxuyum. Amma ki, yox, heç şey eləmək olmaz. Sən, mən sizə misallar üstündə göstərəcəm. Deməli, ilk imtahan eğer səhv eləmirəmsə, mart ayının 5-i idi, hə. Baxın, imtahanınıza sayılı günlər qalıb. İndi mən çalışacağam, hardasa bugün bir dənə sırf natural ədədlərdən danışacağam. Çünki natural ədədlərdən yəni sual hər il düşür, düşməmə ehtimalı yoxdur. Deməli, natural ədədlərdən hara düşür? Gəlin keçəyə baxaq. Deməli, bax mən natural ədədləri açdım. Reklamlarda adam pulu olar, premium ala bağlıya. Hər nəysə. Deməli, baxın, natural ədədlərdəyik də məsələn. İndi bu 9-cu sinif topuldu. Yəni bilən bilirdi işləyir. Mən də çoxunuz işləmisiniz bunu. Maraqlı da suallar var ha, yəni belə az da deyil. Ha. Deməli, 9-cu sinif toplu, natural ədədlər. İndi haralar düşəcək? Başlayaq onlardan danışaq. Deməli, baxaq, bax məsələn, birinci sual nədir? Ədədi 17-yə böldükdən A tamam qismətdə 3, qalıqda 6 alınır. Bu ədədi tapın, baxın. Bunu indi verim ekrana. Belə baxaq. Deməli, birinci sual. Ədədi 17-yə böldükdən A tamam qismətdə. Bax, ədədim nədir bilmirəm. X bölünən X. 17-yə bölürəm. Böl 17. Bax, birinci verilənləri yazmalısınız. Baxın. Yəni, informatika bilirsiniz də nədir? Yəni, oxumusunuz da, yəni, istəməsəz də 3-cü, 4-cü sinifdə məcburiyyətdən oxumusunuz. Mən indi istəmədən oxumuşam, hə. Bax, hər şey algoritmdən. Yəni gündəlik həyatda elədiyiniz hər şey. Nəsə su içmək üçün belə 1000 dənə algoritm eləyirsiniz. O elədiyiniz algoritmləri qeyd eləməlisiniz. Bax, riyaziyyat da belə bir şeydir. Elədiklərimi, yəni mən şərtdə verilənləri qeyd eləməliyəm ki, gözümün qabağında olsun, görüm. Yəni yoxsa belə necə deyim, bu indi asan sual deyim, bunu şifa eləyə bilirsiniz. Yəni belə deməyin, yəni mən belə çox bilirəm, mən elə nə edirəm. Bu asan sual. İndi sizin qabağınıza elə suallar çıxacaq. Bax belə algoritm yazmadan şey eləyəməyəsiniz. Adi universitetin özündə belə. İndi məsələn mənim də qabağıma həndəsədə, cəbirdə determinant, elə determinant misalları verir ki, müəllim. Adam algoritm yazmadan eləmək olmur. Hələ o determinant qalsın bir qılağayı. Elə loqaritma, daha doğrusu integral misallar zət verilir, adamın ağzı açıq qalır. Hər nəsə, sözümün canı ondadır ki, birinci verilənləri yazdım. X bölünsün 17, natamam qismətdə 3 alınır. Bana natamam qismətdə 3 yazdım. Qalıqda nə alınır? Qalıqda 16 alınır. Qalıqda 16-nı yazdım. Baxın, mən bu X-i tapmaq üçün bu 17-ni vurmalıyam 3-ə, yəni böləni qismətə vurub üzərinə qalığı gəlir. Bax bu qalıq. Bax bu qalıq yetim kimi bir şeydir. Arada yəni qıraqda qalıb da. Belə onun nətər deyim? Elə yadda saxlayın da. Qıraqda qalanı ən axırda üstünə gəlirsiniz. Mən buranı sildim, ona görə yox ha, yəni pis düşmüşdü biraz. Ha. Qıraqda qalıb da bu yazıqdır. O birlərini vurun, amma bunu ən axırda gəlin. Bayağı belə yadda saxlayın. X eləyir 51 üstə qal 6 neçə eləyir? 57. Yəni B variantı. İndi hər tip suala baxamayacağam. B variantı ha, D-yə oxşadı. Hər tip suala baxamayacağam. İndi biraz sağdan soldan nə gəldi yığaq. Baxın. Nə var? Başqa 3. Qəşəng. Ədədlərdən hansı 18-ə qalıqsız bölünür? 18 hansı 2 ədədin? Bax. Hasil şəklində göstərdə bilərəm. 1-dən 10-a qədər olan hansı 2 ədədin hasili şəklində göstərir? Baxın, niyə hasil şəklində göstərməliyəm? Çünki məndə bölünmə əlamətləri 10-a qədər var. Bu 10-a qədər bu mənə verilən ondan böyük bir ədədin bölünüb bölünmədiyini tapmaq üçün ondan böyük ədəd dediyim də nədir? Uzağı sizdə gəlir 18-ə qədər verir olsun. Mən indiyənə qədər nə topulda, nə başqa bir yerdə
Heç yerdə görməmişəm ki, götürəməsəm 20 neçənin bölündüyünü sübut elə, daha doğrusu bölünür ya yox tap. Ona görə sizə qısa ədəd verir. Məsələn 18-i 2 dənə ədədin asili şəklində göstərir. 2, 9. Всё. Bunu yazdım ha. Aha, bax bunu yazdım. 2 vur 9. İndi birinci 2-yə bölünmə əlamətini tətbiq eləməliyəm. Ədəd 2-yə bölünmə əlaməti nədir? Ədədin sonu cüt ədədlə qurtarmalıdır da. 0, 2, 4, 6, 8. Bu ədədlərdən biri ilə qurtarmalıdır. 9-a bölünmə əlaməti nədir? Ədədin rəqəmlərinin cəmi 9-a qalıqsız bölünməlidir. Tutaq ki, 3 rəqəmli ədəd rəqəmli ABC rəqəmdir. Bunu 9-a böləndə qalıqda 0 alınmalıdır. Baxın, bu qalıqda 0 alınmalıdır. Deməli, indi baxaq. 84111. Deməli, 84111. Son nə ilə qutarıb? 1 ilə. 2-yə bölünmür, onda promoy getdi bu. D-yə baxaq. 84335. Yenə 2-yə bölünmür, getdi. Y variantına baxaq. 47235. Yenə sonu 2-yə bölünmür. Çünki niyə? Sonu cüt ədəddən qutarmayıb, tək ədəddən. Y variantı getdi. Qaldı B, C. Birinci B-yə baxaq. 2-yə bölünəcək son, çünki 300 ədəddən qutar. 74374 rəqəmlərinin cəmi neçə eləyir? 11 üstəgəl 10 üstəgəl 4. Neçə verdim hə? 25. 25 9-a bölünür? Xeyr. Onda deməli B variantı deyil. C variantına baxaq. 47754. İndi bu bölünür, 2-yə bölünür, 9-a bölünüb bölünmədi. Ədədlərin rəqəmlərinin cəmi 11 üstəgəl 12 üstəgəl 4. 27. 27 9-a bölünür? Hə, 3 qalır. Deməli, bu C variantındakı ədəd, yəni 47754 cavabımızdır. Baxaq görək, başqa nə var? Baxın, 5-ci suala baxaq. Bölünmə əlamətindən bir dənə də sual eləyək də elə belə. Onsuz işimiz gözümüz nədə oturmuşuq, siz bir də mən. Deməli, x-in hansı qiymətində bir dənə ədədim var. Bax, bir dəqiqə sualı yazın bura. Oxuyan uşaqlar sizamiz. Görün ki, nə yazırıq. Hansı sualı yazırıq? Ədədim var 2, x, 3, 5, 4. Deyir 9-a qalıqsız bölünsün. 9-a qalıqsız bölünmə əlaməti incə dedim mən. Bax, nə dedim? İndi öz-özünüzə təkrarlayın, mən də deyəcəm. Yəqin ki, dediniz. Ədədin rəqəmlərinin cəmi 9-a bölünməlidir. Ədədin rəqəmlərinin cəmi 2 üstəgəl, x üstəgəl, üçüncüsü görün deyə belə yazın, amma deməyin ki, da müəllim toplayamır şifayı. Ha, bu bölünməlidir 9-a. İndi bu neçə eləyir mən? 14 üstəgəl x. 14 üstəgəl x. X-in yerinə nə qoysam? 9-un bir dənə bölünən anlar. Yəni 9-un bölünənləri hansıdır? 9, 18, 9 ola bilməz. 18 olar. Baxın, tək ədəd olmalıdır. X-in yerində bir dənə ədəd ola bilər. 13 saat yazanmaram ki. Aha, 9 dedim, 18 dedim. 18 ola bilər də. Yaz 18. X nə eləyər? 4. Şu. Cavab Y variantı. Sonra deməli. Və 9-cu sual. Kitab, dəftər, qələm birlikdə qiyməti 16 manatdır. Bax, kitabın qiyməti, bax, kitab. Bir dəqiqə, sualın nömrəsini yazmadım. Ayda. 9-cu sual. Bax, kitabım var. Oxuyan uşaq da bu kimdirsə, kitab, dəftər, qələm. Mən elə özüm belə gedəndə universitetə güclə bir dənə dəftər, qələm apararam. Heç qələm də aparmaram. İnanmıram. Hər nəsə, kitab, dəftər, bir də qələm. Deməli, kitabın qiymətinə x, dəftərin qiymətinə y, qələmin qiymətinə z deyək. Baxın, bunları yazdım. Bax, bunlar bir qıraqda. Bunların qiymətlərinin cəmi nə qədərdir? X plus y plus z nə qədərdir? Ümumi 16 manat. Aldım bunları, aparıb kassına 16 verirsən. Nə kitab alıb görən 16 manatlıqdır, mənə o çatmır. Hər nəsə. Ya da ki, dəftəri 100 vərəqli alıb. Hər nəsə, hər birinin qiyməti 2 manat artarsa. Baxın, kitab, dəftər, indi ikinci yeniləndiyi qiymətləri yazacağım. Bir də qələm. Baxın, kitabın qiyməti neçə idi? Bunu belə yazaq da, belə qoyaq. Kitabın qiyməti neçə idi? X. 2 manat artanda nə qədər olacaq? X plus 2. Dəftərin qiyməti Y idi, Y plus 2 olacaq. Qələmin qiyməti Z idi, Z plus 2 olacaq. Baxın indi, bunları toplayırıq. İndi mənə nə deyir? Nə qədər pul lazım? İndi toplayırıq bunları görək nə qədər. X üstəgəl, Y üstəgəl, daha doğrusu, bir dəqiqə. Mən siz şeylə, çaşıb öz dilimlə yazdım. Y üstəgəl 2 üstəgəlsin Z. Z ilə 2-ni bir-birinə oxşatmayın. Çaşmayın.
Üstəgəl 2 bərabərdir. Məndən soruşun nə qədərdir? Baxın indi. X, Y zəti bir tərəfə yığım. 3 dənə 2-nin cəmi eləyir 6. X üstəgəl Y üstəgəl zəti mənə onsuz vermişdi 16. 16-nın üstünə 6 gəlirəm 22. Bu da belə getdi. Da çox danışmayacağam. Belə tez-tez aylayım. Video indidən 10 dəqiqə gedib. Mən nə danışmışam ha. 10-cu sual. Ədədlərdən neçəsi təkdir? Ədədlər tək ədədlər hansılardır? Sonra 1, 3, 5, 7 ədədləri ilə qutaran ədədlər. Aha, 1, 3, 5, 7 ədədləri ilə qutaran ədədlər. Bir də bu ədədlərin özü. Burada hansılardır? 55, 63, 303, 399. Neçədən oldu? 4 dənə. 4 nədəydi? C variantı. Ədədi 7-yə böldükdə qalıq hansı ədəd ola bilməz? Bax, ədədi 11-ci sual. Ədədi 7-yə böldükdə alınan qalıq 7-dən mütləq kiçik olmalıdır. Bax, bərabər də ola bilməz. Ha, kiçik olmalıdır. Qalıq hansı ola bilər? Bax, indi bura yazım. Qalıq 7-dən kiçik ədədlər çoxluğu. Mənfi də ola bilməz. O, 0 da ola bilməz. Ola bilər. İndi mən o mənada 0 demirəm. Siz mənə başa düşdünüz. 6, 5, 4, 3, 2, bir dəqiqə, nöqtə vericil, 1. 0-dan böyük 7-dən kiçik ədədlər çoxluğuda alına bilən qalıqların sayı. 7-dən kiçik ədədlər olmalıdır. Mənfi də ola bilməz. Hansı ədəd ola bilməz? 6 olar, 4 olar, 2 olar, 1 olar, 8 ola bilməz. Çünki 7-dən böyükdür. B variantı. Deməli. Bir dəqiqə. Deməli. Yəni, oxşar sualları keçməyi, vallahi halcaydı. Bax, 15 qəşə. Bir dənə sadələşdirmə sualı gəldi. Aha, deməli, nə deyir? 38 vur 57. Üstəgəl 42 vur 57. Çıx 38. Bax, ömrümdə bax, bir dənə belə uzun misal gəldi. Bundakı, yeni mən bunu nətər yazım? 38 vur 37. Çıxılsın 42 vur 37. Nəysə də, sonsuz yenə də şeydən baxın. Mənim əlim biraz əyri yaza bilər. Baxın, siz buradan baxın, 15-ci sualdır. Baxın, mənə nəysə də belə bir dənə misal verib. Bax, deyir, sadələşdir. Bax, belə misallarda, bax, məsələn, 38 vur 57, 42 vur 57. İkisinin də ortağı nədir? 57. Çıxartma ötərdən xaricinə. 57. Ədədlərim nə qaldı? 38, 42. Aradakı əməl nədir? Toplama. 38 üstəgəl 42. Keç o birinə. Çıxılsın. 38 vur 37, 42 vur 37. Ortaq nədir? 37. Çıxartma ötərdən xaricinə. Ədədlərim nə qaldı? 38, 42. Nəy? Ha, indi mən bunu müsbət də yaza bilərəm də. Onsuz müsbət çıxacaq. Hə, baxın, belə eləyək də. Aradakı işarəni toplama eləyək. Onsuz 2 dənə mənfidə bir-birinə deyib müsbət eləyəcək yanaşı. Hə, ədədlərim nədir? 38, 42. Topla. Şu. İndi birinci burada nə qaldı? 57 vurulsun 80. Burada nə qaldı? Üstə gəlinsin. 37 vurulsun 80. Bir də 80 çıxardacağam. Aradakı işarət çıxmaydı. Ortada. Ay dostlar, ortadakı işarət çıxmaymış. Səs eləmir. Heç birimiz. Mən bunu nətərini şey eləyim. Hələ buradakı işarət çıxma silsəm də ortadakı şey gedəcək. 37 getməsə yaxşı. Getdi. Burada çıxmaymış. 37. Ha, baxın. Bir də 80 çıxardıram mötərizanın xaricinə. Burada da çıxmadı da onda aradakı işarə. Bir dənə də bunu da düzəltmək yaddan çıxdı. Ha, burada heç olmasa silinmədi. Ay, da əlim dəydi, geri gətirdim. Aha. Deyək, əlim dəyməsin. Aha, çıxdı. 80 vurulsun 37 çıx 57 çıx 37 neçə eləyir? 20. Cavab qaldı nə? 80 vur 20. 1600. 1600 nə variantı? Y variantı. Getdi. Bir damcı yaxınlaşdırma ekranı, ürəyim sıxıldı mən belə də. Aha, ifadəsinin qiymətini hesablayın. Bu da eyni sual. Əkob əbob. Əkob əbobun mən 1 saat uzun yolla tapılmağını deməyək, hə? Vallahi halım zat da yoxdur ona. Ya da bax, məsələn, əkob
10 demeyim mən, ayrı bir şey deyim. Əkob A ədədi B-nin böləndirsə, baxın, qayda kimi deyirəm, yadda saxlayın. Əkob, indi var da çoxunuz bilirsiniz. Baxın, Əkob A ilə B-ni tap deyib tutaq ki, əgər ki A ədədi B-nin böləndirsə, yəni A B-dən kiçik olacaq, özü də böləni olacaq. A ədədi B-nin böləndirsə, deməli B bölünən olmur onda. Hə, baxın, onda B Əkobdur. A da əbobdur. A ədədi B-nin böləndirsə, A əbobdur, B Əkobdur. Bax, bu bir qırağa. Bir də ki, o bir istisnam nədir? Əgər ki, mənim Əkob və ya əbobun içində də, yəni tutaq ki, verilib Əkob A-B-ni tap. A və B qarşılıqlı sadə ədədlərdirsə, yəni heç bir ortaq bölünən yoxdursa, bunların heç bir ortaq böləni yoxdursa, bunların əkobu bir-birinin hasilinə bərabər olacaq. Amma bunların əbobu 1-ə bərabər olacaq. Baxın, 21, 22, 23, 24, nəsə ardarda olan ədədlər, 25, 26, 27, 28, 43, 44, 57, 58. Baxın, bu ardarda olan ədədlərin hər biri bir-birindən qarşılıqlı sadə ədədlərdir. Məsələn, mənə desə 10 ilə 11-in əkobunu tap. 10 ilə 11-in əkobu nəyə bərabərdir? Bir-birinlə yanaşı gedən ədədlər qarşılıqlı ədədlərdir. Qarşılıqlı sadə ədədlərdir. Onda bunların əkobu 110-a bərabər. Əbobu nəyə bərabərdir? 1-ə. Həmişə 1-ə. Hər nəsə, indi məsələn 17-ci sualda bir dənə əkob əbobdan deyilək. 19 ilə 38-in əkobu nədir? 19 38-in bölənidir. Onda əkob eləyəcək 38. Əbob 12, 13 nədir? Əbob arda-arda ədədlərin əbobu nə dedim? Bunlar qarşılıqlı sadə ədəd və 1-ə bərabərdir. 38 çıx 1, 37. B variantı. Bilirsəm su qoyardım yanıma. Susuzluqdan öldüm. İndi oxşar olmayan bir dənə tipə keçəcəm. Ürəyim sıxıldı be. Baxın, n-in hansı qiymətli? 20-ci sual. N hansı qiymətlərində əkob n ilə 10 və bərabər 10 bərabərliyi doğrudur. Baxın, əkob n və 10-dan 10 çıxıbsa, deməli mən nə dedim bayaq? Əgər A ədədi B-nin böləndirsə, B əkobdur. Baxın, onda burada 10 ilə 10 çıxıb da, daha doğrusu B, tutaq ki 10B-dirsə, onda n də onun böləni olacaq. Niyə? Baxın, qayda demişəm. A ədədi B-nin böləndirsə, B əkobdur. Onda burada mən nə yazıram? 1, deməli, onun bölənlərini yazıram. 1, 2, 5, 10. C variantı getdi. 12, E22. Vaqifin addımı 80 santim, Sabirin addımı isə 70 santim. 80 santim addım olar, bu nədir? Hər nəsə, Sabirin addımı isə 70 santimetrdir. Hansı ən yaxın məsafədə onların hər ikisi, baxın, hansı ən yaxın məsafədə onların addımları üst-üstə düşər deyir. Hər ikisi tam sayda addım atar deyir. Yox, tam sayda addım atar deyir. Hə, tam sayda addım atar deyirsə, əkob tapın. Baxın, 80 və 70-in əkobunu. Onsuz, yəni tutmasaz ki, əkob tapasınız. Variantlara baxın. Nə? Böyük ədədlər. Deməli, əkob tapıb da. Deməli, əkob tapacam. Əkob 80 və 70 nəyə bərabərdir? 80 ilə 70-in əkob 560. 560 da nə variantdır? C variantı. Bu sual getdi. 23-cü sual. Bunlar heç. Bir dəqiqə. Elə suallar istəyirəm ki, videonun da vaxtına az qalıb. Açar suallar olsun. 31-ci sualda A ədədi B-nin böləni olarsa, dedim ha, A ədədi B-nin böləni olarsa, əkob tap. Əbob tap. Əbob kiçik olandır. A. 32-də müxtəlif sadə ədədlər. Baxın, bir-birinlə qarşılıqlı sadə ədədlərdir. Əbobları 1-ə bərabərdir. 32-də 1-dir. A ədədi B-nin böləni olarsa, əkob AB böyük olana bərabərdir. Bölünən hansıdırsa ona bərabərdir. A ədədi B-nin böləndirsə, A böləndir, B bölünəndir. Onda əkob AB-də bölünən B-dir. Cavabı da B çıxacaq. 34-də qarşılıqlı sadə ədədlərin əkob A-sına bərabərdir. Təhcüd ədədləri keç, Toğrulla Arifin. Bax, Toğrulla Arif. Aha, hesablayaq, maraqlı sual. Maraqlı deyəndə ki, heç də uşaq oynayacaq sualda, amma hər nəsə. Toğrulla Arifin 5 ildən sonra yaşlarının cəmi 29 olacaq, onların indiki yaşlarının cəmini tapın. Baxın, Toğrul indi çox belə uzun addı, bir dəqiqə. Bir dansı. Aha, belə yazaq da Toğrul. Budakı Arif. Deməli, bunların yaşlarının cəmi indiki X, Y-dir. Tutaq ki, mən sualda nəyə sorur? Onların indiki yaşlarının cəmini tapın. X ilə Y-in cəmini soruşur məndən.
Deyir ki, onların 5 ildən sonraki yaşlarının cəmi, baxın, 15 toğrulun 5 ildən sonra neçə yaş olacaq? X üstəgəl 5. Arifin neçə yaş olacaq? Y üstəgəl 5. Bunları toplayanda deyir, mənə 29 verir. Onu deyilir, x üstəgəlsin 5 üstəgəl, y üstəgəl 5 bərabər 29. Bu deyilir, x üstəgəl, y üstəgəl 10 bərabər 29. Buradan deyilir, x üstəgəl, y bərabər 19. Cavabda indiki yaşlarının cəmini 10, x üstəgəl, y soruşmurdu, 19. A variantı. Harca bugün 70-80 sual, haçımsa 70-80 suala çatsam da 45-46, məsələn 45-ci sualda n tək m cüstədə olarsa ifadələrdən hansı qiyməti tək yerinə qoyub baxasınız. 47-də neçəsi sadədir? Hansı ədədlər sadədir? Bax 47-ci suala baxın. Hansı ədədlər sadədir? Birdən özündən başqa böləni olmayan ədədlərə sadə ədədlər deyilir. Aha. Bax bir də ki, 47-də bir dənə istisna deyimsə, maraqlı bir dənə istisnadır. Bütün cüt ədədlərin hamısı mürəkkəb ədəddir, amma 2-dən başqa. 2 istisna yeganə cüt ədəddir ki, tək ədəd sayılır. 47 belə getdi. 48, 49, 50, 51, 52, 54. Bax 51-ci sual, 51, 51. Maraqlı. Mənə deyir ki, bölünəni 6 dəfə artırdıqda böləni necə dəyişmək lazımdır ki, qismət 3 dəfə azalsın. Baxın, bölünən qismət bir dənə şeyi yazım da formasını. A bölünsün B bərabər C tutaq ki. Məndən sualda nəyə soruşub? Böləni necə dəyişmək lazımdır ki? Baxın, bu nətər yazır? Bu indi bir dənə kəsr xəttinə yazaq da A böl B bərabər C. Buradan deyir ki, bölən hansıdır? B. Onda mən B-ni çıxardım qırağa görə B-ni nətər alaram mən buradan? A bərabər birincisi BC, B-ni də alanda eləyəcək A böl C. B-ni tapdıq A böl C-yə bərabər. İndi deyir, bölünəni 6 dəfə artırdıqda, baxın, burada bölünən hansı idi? A idi. A-nı 6 dəfə artırsam, olacaq neçə? 6A. 6A, böləni necə dəyişmək lazımdır ki, qismət 3 dəfə azalsın. Baxın. Qismət 3 dəfə azalsın. Mən buradan qismət tapmalıyam. Bir dəqiqə. Çıqqılı bir dənə səhv eləmişəm. Buradan məndən sualda qisməti istəyib, mən böləni elə bildim. A bərabər BC. Qismət hansıdır? C-ni çıxardaq. C bərabər A böl B. İndi hesablayaq. Baxın, bölünəni 6 dəfə artırdıqda bölünən hansı idi? A. A-nı 6 dəfə artırdıqda nə olacaq? 6A. Deyir, böləni necə dəyişmək lazımdır ki? Bölən nədir? Baxın, bölən nədir burada? B. Burada deyir, yəni bu B-ni necə dəyişmək lazımdır ki? C 3 dəfə azalsın, bura 3 dəfə azalsın. Baxın, 3 dəfə azalmağı üçün nə edəcəm? Baxın, mən bura 3 dəfə azalmağı üçün nə yazmalıyam B-yə? A bölünsün B nisbəti mənə 3də 1 verməlidir. Onda B-ni tapanda nətər eləyəcəm mən? Bir dənə siz fikirləşin birinci. Bir dəqiqə sizə vaxt verirəm ki, özünüz fikirləşin, tapın. Belə təxmini 10 saniyə yazın. Birinci gün nətər şey eləyəsiniz? Özünüz üçün fikirləşin bir dənə. Güman edirəm ki, özünüz tapdınız. Yenə də mən deyirəm sizə. Baxın, 3 dəfə artmağı üçün buranı mən 2 dəfə, baxın, buranı artırdım da, mən indi çarpaz vurum. Baxın, bu 3 dəfə azalıbsa, kəsr xəttindən, baxın, C 3 dəfə azalıbsa, nə olacaq? C böl 3. A 6 dəfə artmışdı, 6A. B-nin nə qədər dəyişməli olduğunu soruşur məndən. B-ni bilmirəm. Nə qədər dəyişəcəyini indi tapacam. Çarpaz vuraq. B, C bərabər 18A. Buradan da ki, C-ni tapsam eləyir 18A bölünsün B. Oyda, mən səhv şey elədim. Cavab 2 dəfə artmalı idi. Həmsə, burada mən üzülü sayın. Bu sualı qayıtsam vaxt gedəcək. 24 dəqiqə gedir. Hayf. Rahat sual idi. Hər nəsə, bura mən qaydaram. O bir videoda çaşıb şey elədim, səhv şey elədim, çaşıb çarpaz vurdum, başım başqa yerə getdi. Hələ ki o bir dənə suallara baxım. 54. Baxın 53 ədəd, 55-ci sualda 530.070 ədədindən neçə minlik var? Minliyin sonunda bax, minlik, 1000. Sonda neçə 0 var? 3 dənə. 3 dənə 0 var. Bu 530.070 ədədi var ha. Soruşur sizdən neçə minlik var? Sondan 3 dənə ədəd silin. 1, 2, 3 dənə ədəd sildim. Nə qədər alındı? 530. Deməli 530 dənə minlik var. O biri suallar. Baxın, 7805-də neçə onluq var? Onluğun sonunda neçə dənə 0 var? Bir dənə.
Sondan bir dənə ədəd silin. Nə qaldı? 780. 780 onluq var. Sonra bölən 7 olarsa alına bilən qalıqların sayını tapın. Baxın, bölən 7-dirsə, alına bilən qalıqlar nə olacaq? Dedim axı sizə. Düstur nə idi? Bayaq yazmışdım. 1, 2, 3, 4, 5, 6. Bunların cəmini tapasınız. Daha sonra 19-a böldükdə qalığı 4 olan ədəd hansıdır? Bu heç. Bunu özünüz eləməlisiniz. Bir dəqiqə, içəridə multipli nə qədər sual demişəm. Baxın, 65-də 2, 0, 5 ədədlərindən düzələn bütün 2 rəqəmli ədədlərin cəmini tapın. Yazaq. 2, 0 və 5-dən düzələ bilən. Birinci ədədlər təkrarlana bilməz deməyib. Ona görə təkrarlana bilən halına da baxa bilərəm. 22 ola bilər. 55 ola bilər. Birinci 2 ilə düzələn hallara baxaq. Heç açdırmayayım sizi. 22 ola bilər. 20 ola bilər. 25 ola bilər. İndi 0-ı qoyanmanam axı başa. Ona görə 0-ı unudun. Ondan sonra 5 ilə düzələ bilən hallar. 55. Daha sonra 52. Daha sonra 50. Şu, indi topla deyir bunların hamısını. Bu eləyir 7, 12, 14 bir yadda, 4, 6, 11, 16, 21, 21'in üstüne bir yadda 224. Yəni B variantı. Baxın, tir ən az hansı uzunluqda olmalıdır ki, 60-lıq və 50 santimlik hissələrə itkisiz bölünə bilsin. Baxın, yenə itkisiz bölünə bilsin deyir. Ona görə əkөb tapmalıyam belə suallarda. 60 ilə 50-nin əkobunu tapacağam. Əlimlə yazıram. Mən ona görə bəzi suallarda çaşıram. Əlimlə yazıram. Fikrim əlimə zada gedir, başım qarışır. O bayaqki sualda o bir dənə buraxdım. O da onun səhvinə getdi. Heç nə. 60, 50. Deməli, bunların əkobları nədir? Belə baxanda adam onu şifayə edə bilir 300. B variantı. Bilmirsinizsə sadə vurğularını ayrı beləyəsiniz. Ortaq olunan, baxın, məsələn mən belə bir dənəsini izah eləyim, mən izah eləməmişəm. Baxın, 60 ilə 50-nin əkobunu tapmaq istəyirsiniz, tapamırsınız. Sadə vurğularına 2, 30, 2, 15, 3, 5, 5, 1. Bir də o bir ədədim hansıdır? 50. 2, 25, 5, 5, 5, 1. Baxın, ayırdım. Ədədlərdən istədiyim birini götürürəm. 60 ilə 50-dən birini götür. Tutaq ki, mən 50 istəyirəm. 50-ni götürdüm. Baxın, 50-də olan ədədləri çıxacam. 50-də olub 60-da olan hər ikisinin ortaq olanları çıxacam. Olmayana da vuracam bu 50-ni. Baxın, 50-də nə var? 2. 60-da var, hə? Sil. Daha doğrusu 50-dən silmirəm, amma 50-nin özün promoyu götürmüşəm. 50-də məsələn 60 nədir? 60 ayıranda 2 var, hə? O 2 50-də də var. Onda bu 2-ni silirəm. Bax bu 30. Bir dənə 2 var? Yox, bir dənə 2 var. 2 dənə 2 olsaydı silərdim. Onda bu 2-ni götürəcəm, vuracam 2-yə. Daha sonra 3 var? Yox, onda bu 3-ü də götürürəm. 5 var? Var. 5 götürmürəm. 50 vur 2, vur 3. Neçə elədi? 300. Cavab 300. İndi bugün təxminən 67, 68 heç asan. 69 da deyim son olaraq, 69, 70. Baxın, tərkibləri eyni olan komandalar 62 oğlan 93 qız idman yarışlarında iştirak tərkibləri eyni olan komandadan iştirak edirlər. Hər komandada neçə qız var? Bax. Birinci, hər komanda neçə oğlan, neçə qız olduğunu tapmaq lazımdır. Bunun üçün də əbob tapıram. Bax, bu dəfə əbobda nə qədər əkəb olar? Bu dəfə əbob. Nə ilə? 62 ilə 93-ü. Əboblar nəyə bərabərdir bundan? 31-ə. İndi bir dəfə oğlanların sayını 62-ni böləcəm 31-ə eləyəcək 2 oğlan. Bir dəfə də 93 qız böləcəm 31-ə eləyəcək 3 qız. Deməli, hər komandada 2 oğlan, 3 dənə qız var. Məndə nə deyir? Hər komandada neçə qız var? 3. C variantı. 70-ci sual. 123 oğlan 82 qız idman yarışlarında tərkibləri eyni olan komandalarda iştirak edirlər. Hər komandada neçə oğlan var? Baxın, deyirəm, mən yenə də sürətli danışıram. Videonu qısaldın, elə baxın. Daha qısaldın deyirəm, qısaltmayın, ha, oturun videonun hamısına baxın, ha, bu sizin imtahanınıza düşəcək. Ha, səsimi biraz yavaşlatdın, elə qolasın. Mən tələm-tələşi izah edirəm, yarım saati keçir video. Telefonun onsuz yaddaşı güclə saxlayıb özünü. Hər nəsə, 123 oğlan 82 qız. Baxın, əbob tapıram. Əbob 123 82 tapıram. Bu nə verir mənə? 41. Baxın, dediyim qaydanla əbob taparsınız özünüz. Aha, əbob verir mənə 41. İndi bu bir dəfə bu qızların sayını tapmaq üçün qızlar nə qədər idi?
82 dənə. Bölürəm 41-ə eləyir 2 dənə. Bir dəfə də oğlanların sayını bölürəm bu 41-ə. Eləyir neçə? 123 bölünsün 41. 3. Deməli hər komandada 2 qız, 3 oğlan var. Məndən sualda nə soruşur? Hər komandada neçə qız var? Yox, neçə oğlan var? 3 oğlan. Halaldır. Deməli bu qalanlarındakı elə də dəhşət şey qalmadı. Sabah da natural ədədlərdən deyərəm. Keçənəm bir də o biri bölümdən aydınlıq şəkillərdən nə düşə biləcək ondan danışaram. Sonraki günə də faiz gələr də Allah qoysa. Gedin özünüzə yaxşı baxın, imtahanlarınıza hazırlaşın, suallarınızı oxuyun, bilmədiyiniz suallarda, yorumlarda məndən soruşun. Sağ olun, xoş dərslər.